Tutaq ki, bir məyusluq yaşadın. Birinci nə olur? Biraz şok kimi olursan, inciyirsən, küsürsən, belə özünü dəyərsiz hiss edirsən və bu bir neçə dəqiqə çəkə bilər, neçə saat, aylar, günlər, illər. Bunun nə qədər uzun çəkməsi məhz sənin nə qədər bu vəziyyəti önəmsədiyindən asılı olacaq. Başıma gələn gülməli, maraqlı bir məyusluq haqqında danışmaq istəyirəm. Oğlumla səhər yeməyi yeyəcək, çay tökmüşəm. Elə bilirəm ki, şirin eləmişəm ikimiz üçün də və mən masadan durmalı oldum. Belə 2-3 dəqiqəlik qayıtdım, sonra buterbrodu götürmüşəm əlimə və dişlədim, çaydan da içdim. O qədər bir təhər oldum ki, çay acı imiş. Qaşıq stakanın içində elə bilirəm ki, şirin eləmişəm də, qarışdırmamışam sadəcə. O buterbrodla acı çayın bir yerdə dadı heç tutmurdu da. İndi mən öyrəşməmişəm sadəcə belə dadı. Sözümün canı nədir? Nəzərimizdə olsun ki, həyatın acı və şirin tərəfləri ilə hər zaman üz-üzə qala bilərik. Əsas o acıları həyatın mənasına çevirməyək.